Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Bilirsiniz, bu ara heyvadan maksimum istifadə edirəm. Bugün isə heyva cemi hazırlayırıq. Onun üçün bizə lazımdır 1,5 kiloqram heyva, 1 kiloqram şəkər tozu, 1 litr su, yarım ədəd limonun şirəsi və 2-3 ədəd heyvanın tumu. Niyə 2-3 ədəd? O sizin hansı qatılığa sevdiyinizdən asılıdır. Yəni, daha duru sevirsinizsə 2 ədəd edə bilərsiniz. Daha qatı sevirsinizsə 3 ədəd edə bilərsiniz. Heyvalarımın hamısını blender'a yerləşdirirəm. Qabığını fırladığım bir şəkildə. Əgər siz çorkadan, yəni süzgəcdən edəcəksinizsə, o zaman mütləq şəkildə qabığını soyun. Mən blender'dan elədim, artıq dizilə getməsin deyə elə qabıqlı şəkildə istifadə etdim. Daha sonra qazanımı əlavə edib, üzərinə suyumu, limon şirəni və heyva toxumlarını əlavə edirəm. Heyva toxumlarını yaxşı olar ki, bir təncinin içərisinə qoyub, ağzını dinləyib o şəkildə qoyasınız ki, bişəndən sonra bunlar içərisində qalıb, görüntüdə narahatçılıq yaratmasın. Mənim kimi siz də adi şəkildə içərisinə əlavə edə bilərsiniz, amma daha xoş bir görüntü istəyirsinizsə, mütləq bir təncinin içərisində qoyun. Bu şəkildə hamısını əlavə edib, yaxşıca qarışdırıb, sobamıza qoyuruq, qapağı bağlı şəkildə təxminən 15 dəqiqə bişiririk. Suyu çəkməyə başladıqdan sonra isə heyvalarımız yumuşamağa başladıqdan sonra isə içərisinə 1 kiloqram şəkər tozunu əlavə edirik və qarışda bişiririk. Bir yerdən sonra artıq heyvanın cemimiz sıçramağa, ətrafa sıçramağa başlayacaq. Belə olan zamansa artıq qapağını bağlayırıq, o qapağı bağlı bir şəkildə bişiririk. Sobadan pişirməyimə təxminən 5 dəqiqə qalmış. Mən cemimi bir dəfə də əl blenderından keçirdirəm ki, içərisində sərt şəkildə qalmasınlar, qabıqlar və ya meyvənin özü yeyərkən ağızda narahatçılıq verməsinlər. Bu şəkildə eləməyiniz daha məqsədə uyğun olar, amma etməsəniz də sizə qalmış bir şeydir. Blenderdan keçirdikdən sonra təxminən 5 dəqiqə bişirirəm. Bişəndə zaten özünü sərməyəcəyin dəyişməsindən, həm sonun bitməsindən, həm də ətrafa dəhşətli dərəcə sıçramasından başa düşəcəksiniz. Buna ətrafa sıçramaması üçün də təbii ki, qapağını bağlı şəkildə bişiririk. Beləcə cemimiz çox asan hazırlanma qaydasıyla hazırdır. Soyutduqdan sonra isə bankalara yığıb bu şəkildə saxlaya bilərik. Əgər videomu bəyəndinizsə, like etməyi, kanalıma abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın, hələlik.